Dünya futbolunun nəhəngi Real Madrid'də sular durulmur. Xabi Alonsonun gedişindən sonra yanvar ayında əsas komandanın sükanı arxasına keçən Alvaro Arbeloa gəlişi ilə komandada nizam-intizamı və heyət strukturunu yenidən qurmağa başlayıb. Lakin İspan mütəxəssisin son addımı həm azarkeşlər, həm də idman mediası üçün əsl şok effekti yaradıb. Arbeloa komandanın ən perspektivli ulduzlarından biri olan Eduardo Camavinganı yay transfer pəncərəsində satmaq qərarına gəlib. Məlumata görə Arbeloa Fransalı yarım müdafiəçinin son vaxtlardakı performansından və meydandakı qeyri-stabil oyunundan ciddi şəkildə narahatdır. Gənc mütəxəssis artıq klub rəhbərliyinə öz qəti tövsiyəsini verib. Camavinga mövsümün qalan hissəsi üçün onun əsas planlarına daxil deyil. Arbeloanı qane etməyən əsas məqam odur ki, Camavinga hələ də əsas heyətin daimi üzvünə çevrilə bilməyib və daha çox super ehtiyat oyuncu kimi çıxış edir. Baş məşqçi isə heyətdə daha stabil və onun taktikasına tam uyğun gələn oyuncular görmək istəyir. 70 milyon avro və Liverpool pusuya yatması. Bu ayrılıq reallaşarsa, Kral klubunun xəzinəsinə ən azı 70 milyon avro vəsaitin daxil olacağı gözlənilir. Camavinga'nın transfer siyahısına salınması xəbəri Avropanın digər nəhənglərini də hərəkətə keçirib. Xüsusilə İngiltərənin Liverpool klubu Fransalı futbolçunun vəziyyətini yaxından izləyir. Arne Slot'un komandası yarım müdafiəni gücləndirmək üçün Camavinganı ideal namizəd hesab edir və artıq rəsmi təklif hazırlıqlarına başlayıb. Arbeloanın bu qərarı Real daxilində də birmənalı qarşılanmır. Bəzi mənbələr bildirir ki, komandanın Mbappe'nin rəhbərlik etdiyi bir qrup nüfuzlu futbolçusu Arbeloanın rəhbərlik metodlarından və bu cür radikal qərarlarından narazıdır. Hətta gənc baş məşqçinin kifayət qədər avtoritetə malik olmadığına dair pıçıltılar da gəzir. Lakin Arbeloa geri addım atmır və Real öz vizyonuna uyğun yenidən formalaşdırmaqda israrlıdır. Camavinga yayda həqiqətənmi Madriddən ayrılacaq, yoxsa bu qərar Arbeloanın özünün klubdakı gələcəyinə təsir edəcək? Bu sualın cavabı yaxın aylarda bəlli olacaq.